Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizə kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir Xətai rayonu Tuz küçəsində yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 3 otaqlı mənzildir. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Başlayırıq. Mənzilin giriş hissəsindən giriş qapımızı görürsünüz. Daxil olduqda sağda açarıq. Böyük güzgümüz yerləşdirilib gizli işıqla. Daxil olduqda üzbəüz bu hissədə şkafımız yağılıb, divar içi gəlin. Onun içərisini göstərim sizə. Dərinlikdə yaxşıdır. Paltar, ayaqqabı, yəni istənilən əşyası tam rahat yerləşdirə bilərsiniz. Döşəmə qranitli, isti döşəmə ilə təchiz olunub. İşıqlandırmada spotlardan istifadə olunub. Əlavə olaraq gizli işıqlar da yerləşdirilib. Eyni zamanda buralar, yəni işıqlı mənzildir. Açıq rəngli divar kağızlarından istifadə olunub. Ona görə də belə deyim, gözü yormur. Otaqların yerləşməsini nəzərdə çatdırım. Girişdən daxil olduqda solda mənzilin sanitar qovşaqlar yerləşir ayrı-ayrılıqda. Bura əsas yataq otağıdır, ikinci yataq otağı, mətbəx. Bura isə artıq gördüyünüz qonaq otağıdır. Gəlin elə qonaq otağından başlayaq. Mən bir-bir bütün otaqları sizə göstərim. Bu gözəl otaq mənzilin qonaq otağıdır. Ölçü olaraq yaxşıdır, təxmini 22-23 kvadrat olar ölçüsü. Dediyim kimi təzə təmirdir, təmirdən sonra yaşayış olmayıb. Burada deməli TV, internet çıxış burada nəzərə alınıb. Tavan hissəni göstərim. Gözəl işlənilib, maraqlı tərzdə lüstrumuz var. Spotlar, gizli işıq hamısı öz yerində. Bu hissədə yenə buralar, güzgülərdən istifadə olunub. Bu tərəfdə yəni bu hissəyə mebel dəstinizi yerləşdirə bilərsiniz. Pərdəmiz asılıb. Yəni hər bir şey hazırdır mənzildə, sadəcə belə deyim, əşyaları yerləşdirib yaşamaq qalır. Keçək, vaxt itirmədən mən sizə göstərim mənzilin mətbəxini. Düz elə qonaq otağının yanında yerləşir. Kvadrat şəklində də onu nəzərinizə çatdırım. Girişdə olan isti döşəmə burada da davam etdirilib. Buranın da döşəməsi qranitli. Yeni mətbəx mebelimiz yığılıb. Tam axıra kimi 3 hissədən ibarətdir. Yuxarı hissələr də şkafdır. Soyuducun yeri burada nəzərə alınıb. Üstü mərmərdir, qaz pesi, aspirator. Bunlar hamısı qoyulub hazırdır. İçərisində göstərirəm, dərinlikdə yaxşıdır. Buradan mənzilin eyvanına da çıxış var. Burada da indi pərdəmiz asılıb. Tavan isə lüstr spot, buralar. Hər bir şey tam hazır vəziyyətdədir. Bura 3-4 nəfərlik masanızı da tam rahatlıqla yerləşdirmək imkanınız var. Keçək, mən sizə göstərim. Burada girişdən bayaq dedim, solda yerləşən mənzilin sanitar qovşaqlarını. Bura hamamıdır mənzilin. Dediyim kimi təzə təmirdən çıxıb, hər bir şey yenidir. Bu hissədə duş kabinimiz yığılıb. İçərisi də çox genişdir. Qara rəngli aksesuarlardan istifadə olunub. Gözəl moydadırımız var burada. Suşirka. Hər bir şey tam hazır vəziyyətdədir və həmən yanında mənzilin kiçik sanitar qovşağı yerləşir. Burada da yəni bütün aksesuarlar hamısı qoyulub və təbii ki, buralar da isti döşəmə ilə təchiz olunub. Buradan keçirik mənzilin əsas yataq otağına. Ölçü olaraq çox yaxşıdır. Demək olar qonaq otağı ilə eyni ölçüyə malikdir. Ola bilər 200 kvadrat fərq olar. Burada yerləşməyi nəzərə çatdırım. Taxtın yeri görürsünüz. Burada nəzərə alınıb. TV, internet çıxış əks tərəfdədir. Tavan hissənin gözəlliyini göstərim. Pərdələr asılıb, kondisionerin yeri qoyulub hazırdır. Onu deyim ki, divar kağızlarıyla pərdənin də rəngi hamısı bir-birinə uyğunlaşdırılıb. Ona görə dediyim kimi gözü yormur. Keçək, ikinci yataq otağını göstərim, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Dediyim kimi, burada mənzilin ikinci yataq otağıdır. Ölçü olaraq digər yataq otağından 3-4 kvadrat az ola bilər. Ona görə buranı istəsəz uşaq otağı kimi, istəsəz böyük yataq otağı kimi də istifadə edə bilərsiniz. Yerləşmə digər yataq otağı ilə demək olar eynidir. Taxtın yeri bu hissədə nəzərə alınıb. Üzbəüz TV, internet çıxış, gözəl lüstrumuz, pərdə, hər bir şey tam hazır vəziyyətdədir. Belə, mən demək olar hər şey sizə göstərdim. Mənzilə məlumatdan bir daha nəzərinizə çatdırım. Yerləşir Xətai rayonu Tuz küçəsində yeni tikili premium binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 3 otaqlı mənzildir, qanuni 3 otaqlı mənzildir. Ölçüsü 91 kvadratdır. 15 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir, sənədləri qaydasındadır. Çıxarışı, yəni kupçası da var
və mənzilin start olaraq qiyməti 242 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.